Abşeron rayon icra hakimiyyətinin xeyir duası ilə Xırdalında növbəti qanunsuz tikinti aparılır. Bölgə TV-yə müraciət edən Zakir Seyfullayev ərazidə aparılan növbəti qanunsuz tikinti ilə bağlı narazılığını bildirib. Şikayətçi bildirib ki, Xırdalında 27-ci məhəllə 8 saylı evin yaxınlığında aparılan tikinti işləri qanunsuzdur və mənim evimin pəncərəsini bağlayır. Bununla yanaşı tikinti zamanı ərazidə olan 3 ədəd çoxillik yaş tut ağacı kəsilərək məhv edilib. Tikinti sahibi həm qanunsuz iş görür, ətraf mühitə ciddi ziyan dəyib. Bildirilib ki, bu ağaclar illərdir ərazinin ekoloji balansında mühüm rol oynayır. Hadisə yerində çəkiliş aparan əməkdaşlarımıza məsələ ilə bağlı tikinti aparan şəxs açıqlamasında deyib ki, ağaclar kəsməyib, sadəcə budama işləri aparmışıq. Tikinti aparan şəxs həmçinin məsələni icra hakimiyyəti və digər dövlət qurumları ilə razılaşdırdığını bildirib. Şikayətçi isə qanunsuz tikinti aparan şəxsin əsassız olduğunu, indiyədək bu əraziyə hər hansı rəsmi sənəd və icazə verilmədiyini qeyd edib. Hazırda şikayətçi aidiyyəti qurumlardan xüsusilə yaş ağacların kəsilərək məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məsələyə ciddi müdaxilə edilməsini, tikintinin dayandırılmasını və baş verənlərə hüquqi qiymət verilməsini tələb edir. Rəna Rövşənqızı, Bölgə TV. Seyfullayev Zakir Muradoğlu, 27-ci məhəllə ev 8, mənzil 17-də yaşayıram. Şikayətim bu tikinti ilə əlaqədardır. Mən ikinci mərtəbədə dururam, evdə onkoloji xəstə uşağım da var. Özüm şəkər xəstəsiyim, yoldaşım üşüyək təzyiq edəndə. Mən yoldaşa deyirəm, tikmə buradan, tikərsən bütün pəncərəni qamanı tutacaq. Deyirəm, mənim sənədim var. Sənəd hansı sənəd? Nə sənəti kim verib bilmirəm. Bu burada qeyri-qanuni tikilidir. Şimdi burada tikili aparırsa, sabah binada nə bir hadisə olsa, binaya heç bir maşın yaxınlaşa bilməyəcək. Mən dediyim deyir, o dediyin deyir. Mən istəyirəm, o sürümün tikdiyini tikir. Buna xahiş edirəm, bu aidiyyəti orqanlar, təşkilatı bu haqda bölüşü götürsünlər, qardaş. Belə olmaz axı. O tikəni qaldıran sonra mənim pəncərəm qalacaq arxada. Nə hava gözü, nə gün, nə işıq görməyəcək. O qalacaq bağlı bir zonada. Çox xahiş edirəm, onu vaxtda tədbir görsünlər. Bununla bağlı icra hakimiyyətinə müraciət eləmişsiniz. Yox, eləməmişim. Sizdən sonra eləyərəm inşallah. Yox, eləməmişim, eləyərəm. Lazım olsa eləyərəm. Şey eləmirəm, qardaş. Mən haqqımı tələb edirəm. Mən tələb edirəm ki... Fərdi yaşayış bir ev tikir. Bu, fərdi ev tikir, qardaş. Bilmirəm nə tikir. Tikilin bilmirəm, olduğunu bilmirəm nə tikir. Mən bir kərəm gəldim, deyim, tikmə. Tikirsən, qardaş. Mən pəncərəmi qabanı tutursun. Mən evdə halanmayacam. Evdə onkoloji xəstə uşağım var. Özüm müştək şəkər xəstəsiyim. Yoldaşım müştək təzyiq ilə xəstədir. Deyirəm, o gün özünə demişəm. Deyirəm, deyir, yox. Tikəcəm, deyirəm, mənim sənədim var. Deyirəm, sənədə göstər, deyir, sənədim var. Nə sənədi var? Kim verib sənədi? İcazəni kim verib bilmirəm. Baxdım, bura icra hakimiyyəti gələn vaxtı, bura setkada idi. Hamısını boşaltdırdı ki, bura bağ salacaq. Bağ budur. Ağacda da kəsilir. Ekologiya da bağlı müraciət etməsində tədbir yoxdur. Tabii ki, mən haqqımı tələb edirəm ki, tikinti dayandırılsın. Başqa bir şey istəmirəm. Heç şey istəmirəm. Mən deyirəm ki, bu tikintini dayandırılsın. Başqa için. Ne vaxt kim hara sualı yetməyə hazırım ki, qorxacağım, çəkinəcəm. Siz icra hakimiyyətinə müraciət edin. Eləyəcəm, yox eləmirəm. Dediniz icra hakimiyyətinə müraciət edin. Biz də göndərəcəyik lazım olan yerlərə, ekologiya nazirliyinə göndərəcəyik.